videonu paylaşanda artıq Ramazan ayından bir qədər keçmiş olacaq. Bəs nəyə görə biraz gec paylaşıldı? Bu ayı adiləşdirib qəflətə düşməyək deyə. Ümumiyyətlə bu günlər biz müsəlmanlar üçün çox dəyərlidir. Amma Ramazan ayının ortalarına gələndə sanki bu ayın digər aylardan heç bir fərqi yoxmuş kimi davrana bilirik. Bu ayda etdiyimiz hər əməlin əbədi həyatımız üçün nə qədər dəyərli olduğunu xatırlayıb zehnimizdə tutsaq, inşallah ki qazanclı çıxarıq. Bəlkə bu da bir xatırlatma olar. Yeri gəlmişkən orucumuzu tək mədəmizə yox, insanın bütün cihazlarına tutturub onun yönünü axirətə çevirə bilərik. Məsələn, hər gün yemək yeyirmiş kimi qeybət ediriksə, təhqir edici sözlər işlədiriksə, yalan danışırıqsa, yeməyi dayandırdığımız kimi bunları da dayandırıb dilimizə oruc tutturmalıyıq. Və o dilin yönünü insanlara xoş söz söyləməyə, Quran oxumağa, elm öyrənməyə çevirməliyik. Və ya əgər gözümüzü haramdan çəkə bilmiriksə, artıq bu ay harama baxmayacağımıza özümüzə söz verib, gözümüzü Allahın yaratdığı bu qüsursuz kainata çevirib, mükəmməl yaradıcılara baxıb təfəkkür edərək bir növ gözümüzə oruc tuttura bilərik. Qulaqlarımızı məsələn, qəlbimizə, ruhumuza pis təsir edən bütün hər şeydən qaçıb, onlara Quran dinlətmək, yaxşı söz eşitdirmək, yaradılışdakı bizə hüzur verən səsləri təfəkkür etdirərək oruc tuttura bilərik. Bunun kimi qəzəbimizi sakinləşməyə, nifrətimizi sevgiyə, qorxumuzu təvəkkülə, ayaqlarımızı məscidlərə, xeyir işlərə və ya sosial şəbəkələrə giririk. Barmaqlarımızı Allah üçün çalışdırmağa, rəylərdə heç kimi təhqir etmədən insanlara bildiklərimizi anladaraq, onları intihardan, qumardan, zinadan qurtarmağa vəslə olub, onlara Allahı, axirəti, imanı, namazı anlataraq işlədə bilərik. Yəni qısaca oruc tutmaq tək acıların halından anlamaq yox. Bir ay içində bütün bir topluluğun düzəlməyinə, Ümmət-i Muhammedin hansı əxlaq dəyərlərinə sahib olduğunu göstərməyə bir vəsile ola bilər. Azların halından anlamaq, varlı ilə kasıbı eyni səviyyəyə gətirmək isə sadəcə bir hikmətidir. Ümid edirəm ki, bu Ramazan içmən qarışıq biz müsəlmanlar bütün bədən cihazlarımıza oruc tuttura bilərik və orucumuzu tək bir aydan ibarət qalmayaraq digər aylara da yansıda bilərik inşallah.